hətta zəkat və xums kimi dini vergiləri də müsəlmanlar üzərinə olmuşdur. Lakin insanlara yardım və bəzən insanlar bu məfhumdan mənfi yöndə istifadə edirlər. Belə ki, göstəriş üçün edir. Bir gün Peyğəmbərimiz s.ə.v buyurur ki, ümmətim üçün şirkdən çox qorxuram. Yəni, ümmətimin şirk edəcəyindən çox qorxuram. Peyğəmbərə sual verirlər, sallallahu aleyhi və səlləmə sual verirlər ki, ya Rasulallah, səndən sonra sənin ümmətin yenidənmi aya, günəşə, bütə ibadət edib Allaha şərik qoşacaqlar? Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə xeyr, onlar riya edəcəklər. Riya isə kiçik şirkdir. Etdiyi Allahın rızasını qazanmaq üçün deyil də, başqa bir məqsədlər üçün edən bu riya və kiçik şirk sayılır. Yəni, göstəriş üçün edilə hər hansı bir salih, hər hansı bir ibadət, hər hansı bir gözəl əməl həqiqətdə Allahdan qeyrisi üçün olduğu üçün bu da riyaya, yəni gizli şirkə səbəb olur. Əlavədə qarşıdakı insanın da qürurunun aradan gedməsinə səbəb olar. İnşallah ki, biz bu mövzunu dəyərli qonaqlarımızla müzakirə edəcəyik. Bizimlə 360 dərəcə canlı Azərbaycanda. Bəli, qonaqlarımızı inşallah dəvət eləmək istəyirəm. Hacı Samir qardaşımızı və Hacı Ziyad qardaşımızı inşallah ki, dəvət edirəm. Bəli, Hacı Ziyad Məmmədbəyli və Hacı Samir Əzizov, xoş gəlmişsiniz. Hacı, Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun. Xoş gördük, əziz qardaşım. Bəli, mən vaxtı çox uzatmadan Allah ki, ilk sualımızı səsləndirmək istəyirəm. Bəli, kömək etmək insanlıq üçünmü, yoxsa görünmək üçünmü? Yəni, göstəriş üçünmü, riya üçünmü? İnşallah ki, ilk sualımızı səsləndirmək istəyirəm. Kömək edərkən niyyət önəmlidir, yoxsa əldə olunan nəticə? Hacı Samir qardaşımıza ilk sözüm. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. El-aqibetu lil-muttaqin. Vessalatu vessalamu ala seyyidina ve nebiyyina vel-Qasım Muhammed. Alihi tayyibina tahirina ma'sumin. La'nahullah alihi tayyibina tahirina ma'sumin. La'nahullah ala a'daihim ecmaîn. Tamaşaçıları mən də salamlayıram, əziz qardaşımızı salamlayıram. Həmçinin də bu verilişi izləyicilərini salamlayıram. Və suala cavab vermək üçün ilk növbədə bildirmək istəyirəm ki, əməllər, yəni kömək etmək də, yaxşılıq etmək də bir əməllərin bir tərkib hissəsidir. Əməllər iki prizmadan yanaşılmalıdır. Bir baxımından, bir məsələ üfüqi baxımından, bir məsələ şaqulu baxımından. Üfüqi məsələ budur ki, bir insan yaxşılıq eləyər, amma heç bir niyyət daşımaz, sadəcə yaxşılığı yaxşılıq xatirinə eləyər və o insanı cəmiyyətdə yaxşı insan kimi tanıyarlar və heç bir niyyət güdmədən sadəcə yaxşı olduğunu cəmiyyətdə, belə deyək də, göstərə bilər bu mənada. Bu da yaxşılıq qəbilindən sayılır. Amma bizim danışacağımız və İslamın tövsiyə elədiyi yaxşılıq daha çox şaqulu yaxşılıqdır. Yəni, insanı özü dəyər tapan və insanı da onunla bərabər Allah dərgahına yüksəldən yaxşılıq əməlindən. Fatır surəsində Allah Müteal belə buyurur. Buyurur ki, Allaha pak söz ucalar, bu pak sözü, yəni tohid kəlməsini ucaldan salih əməldir. Əməl insanın etiqadını, insanın düşüncəsini, Allah yanında olan əqidəsini, Allaha olan düşüncələrini Allah dərgahına yüksəldir. Əgər salih əməl özü tərkib tapsa riyadan, tərkib tapsa hansısa başqa bir niyyətlərdən, əvvəla salih əməl olmaz və insanı da yüksəltməz. O baxımdan bir əməlin qəbul olunma şərti onun niyyəti ilə ölçüdür ilkin növbədə. İxlas niyyəti əsas şərtlərdən biridir. Qurani-Kərim Bəyyinə surəsinin 5-ci ayəsində buyurur ki, insanların deməli Allah yanında
əməlləri onu ixlas ilə öldürür. Yəni əməllər ixlassız Allah dərgahında qəbul olunmayacaq. Onun üçün də bizim istər ibadətlərimiz olsun, istər hansısa bir digər əməllər olsun ki, onlar da ibadət qəblindən sayılır və yaxud insanın müstahabbatından sayılır. Bunların hər birində qəsd-i qürbət, yəni Allaha xatir vermək, Allaha xatir kömək eləmək əsas şərtlərdən biridir. Bu olmasa insanın əməli qəbul olmaz və bununla bərabər insanın özü də Allah dərgahına yüksələ bilməz. Bəli. Hacı, minnətdaram cavabdan dolayı. Allah sizdən razı olsun. Mən ikinci sualı inşallah ki, səsləndirmək istəyirəm Hacı qardaşımıza. Kömək insanı məşhur edərsə, onun əxlaqi dəyəri azalırmı? Kömək insanı məşhur edərsə, onun əxlaqi dəyəri azalırmı? Bir daha təkrarlayardınız sualı Zeynalabdin qardaş. Eşitmədim sualı. Kömək insanı məşhur edərsə, əxlaqi dəyəri azalırmı? Kömək insanı məşhur edərsə, əxlaqi dəyəri azalırmı sualına belə cavab verə bilərik ki, ümumiyyətlə insan belə deyək də, fikir və başqalarının fikir və məsləhət və xəbərdarlığı səviyyəsində ola bilər. Yəni Quran-Kərimdə Allah Teala buyurur ki, onların işləri aralarında məsləhətləş. Yəni ağıllı insanların fikrini dinləmək müsbətdir. Yəni insan əxlaqi keyfiyyətlərini xüsusilə formalaşdırmalıdır, yəni həyatında, amma belə deyək də, təhlükəli belə deyək də, başqalarının fikri, yəni Allahın hökmünə zidd gəlməməlidir. İnsan təbii ki, öz fikrini formalaşdırmalıdır, amma öz fikri ilə yanaşı, yəni başqalarının da fikrini nəzərə almalıdır. Sizin sualınıza gəlincə isə insan əxlaqını Quran-Kərimə biz nəzərə salsaq, Quran-Kərimdə görürük ki, məsələn, Allah Peyğəmbər əxlaqından danışır, Həzrəti Peyğəmbərin əxlaqını bir ölçü və nümunə qərar verir. Məsələn, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ buyurur ki, Həzrəti Peyğəmbər sizlər üçün gözəl nümunə və örnəkdir. Yəni, biz əxlaq məsələsi dedikdə, birinci növbəli Peyğəmbərimizin sallallahu aleyhi və səlləmin həyatına baxmalıyıq. Yəni, onun əxlaqlarına, onun həyatına, onun insanlarla münasibəti, onun səhabələrlə münasibəti və s. və ilaxır. Yəni, insan ilkin olaraq əxlaqı özündə formalaşdırmalıdır. Yəni, özündə ilk növbədə öz əməllərinə diqqət eləməlidir. Özü deməmişdən qabaq, özü bir əməli, belə deyək də, insanlara, cəmiyyətə bəyan etməmişdən qabaq, ilk növbədə özü o şeyləri, yəni o əməlləri yerinə yetirməlidir. Sonra onu təqdim eləməlidir insanlara, onu çatdırmalıdır. Məsələn, tutan bu günləri mən deyirəmsə, əgər namaz lazımdır, vacibdir, amma özüm bu ibadəti etmirəmsə, bu sözümün nə qədər təsiri olar, az bir təsiri olar. Bəlkə də olmaz. Və yaxud məsələn, tutam ki, zəkat vermək lazımdır və yaxud yaxşılıq etmək lazımdır. Mən bunu gərək özüm icra edəyəm, sonra insanlara bəyan edəyəm. Bu nöqteyi nəzərdən hətta bu cürünə elə bir məşhur bir rəvayət də var ki, Həzrəti Peyğəmbərin yanına bir kiçik yaşlarında bir uşağı gətirirlər. Deyirlər, ya Rasulallah, bu uşaq xurmanı çox yeyir. Peyğəmbər ərz edir ki, aparın, sabah gətirərsiniz. Bunu sabah gətirirlər, deyirlər, ya Rasulallah, niyə həmən günü demədin? Deyir, çünki həmən günü özüm də xurma. Yəni, ilkin olaraq məsələ budur ki, insan ilk növbədə danışmamışdan qabaq danışdıqlarına, öz bildiklərinə əməl etməlidir və sonra onu insanlara çatdırmalıdır. İnsanlara deməlidir ki, belə olmaq lazımdır, belə etmək lazımdır.
və sair və ilaxır. Yəni əxlaqi dəyərlərə gəldikdə bunlar yəni İslam dinində mühüm bir yer tutur. Yəni qeyd etdiyim kimi, məsələn, Qurani-Kərimin başqa bir ayəsində Allah Mütəal buyurur ki: "İnnəmə buistu liutimmə məkariməl əxlaq." Ya Rasulullah, səni biz məbus elədik. Yəni səni biz peyğəmbərliyə seçdik ki, əxlaqi çatışmamazlıqları tamamlamaqdan ötürü. Yəni peyğəmbərin peyğəmbərliyə yetişməsinin belə deyək də məbus olmasının hədəflərindən biri də əxlaqi dəyərləri insanlara çatdırmaq olub. Yəni əxlaqi çatışmamazlıqları insanlara çatdırmaq olub. Bu da yenə dediyim kimi ilkin olaraq bir qadın olsun ya kişi olsun fərq olmaz. Bir insanın uşaqlıq çağlarından başlayır. Hətta bəzi bizim İslam qaynaqları bu hətta üzr istəyirəm, ana bətninə, ata sülbünə qayıdır ki, insan olaraq orada tərbiyə olunur, orada əxlaq alır. Sonra ailə mühiti, məktəb mühiti, bağça mühiti, universitet mühiti və sonra cəmiyyət insanın əxlaqının formalaşmasında iştirak eləyir. Yəni qısa olaraq yəni bu belə. Aydın, Allah sizdən razı olsun Azər. Yəni ümumiyyətcə, yəni bu sualın əvvəlində qeyd olunduğu kimi, yəni insanı məşhur etsə, yəni burada bir növ ehtimal da var ki, bir insan məşhurlaşdığı zaman, insan diqqətli üzən, insanın daxilindəki olan ixlas itə bilər və bu irya tuta bilər. Yəni şeytan burada bir növ insanı ovlaya bilər. Yəni bunun riski daha çox bir növ artır, yəni ehtimalı daha çox artır. Yəni misal üçün belə olar ki, insan əvvəldə məsələyi ixlasdan başlasın, lakin sonradan məşhurluğun o nəfsin aldatması insanı ixlas yoluna salsın. Bu halda ola bilər. Ona görə hər halükarda yenə də insanın belə deyək də məşhurluqdan qaçmağı nə qədər çox olsa bir o qədər də yaxşı olar. Mən üçüncü sualı inşallah ilahiyyatçı əziz qardaşımız Samir müəllimə, Samir qardaşımıza, Samir qardaşımıza ünvanlamaq. Açıq şəkildə edilən kömək mədəniyyəti yoxsa onu nümayişə çevirir? Çox gözəl suallardan biridir. Hal-hazırda cəmiyyətimizdə bununla bağlı xeyli sayda bəzən görürsən ki, bu polemika yaranır, mübahisələr yaranır. Bəziləri deyirlər ki, ümumiyyətlə sədəqəni aşkar şəkildə versək daha yaxşı olar. Bəziləri isə Quran ayələrini istinad edərək deyirlər ki, bəs gizli şəkildə sədəqə verilməlidir, yaxşılıqlar gizli şəkildə edilməlidir və bu halda Allah dərgahında qəbul olar. Bu baxımdan Qurani-Kərim maraqlı bir balans yaradır. Çox maraqlı bir balans yaradır, tarazlıq yaradır. Qurani-Kərim belə bir deməli ifadə ilə, belə bir tərzdə bu məsələni cavablandırır. Buyurur ki, səni aşkar versəniz yaxşıdır, gizli versəniz və yoxsullara çatdırsanız daha xeyirlidir. Baxın, məsələnin hər iki tərəfini qeyd edir Qurani-Kərim. Balansı yaradır, tarazlıq yaradır. Bu tarazlıqda nə demək istəyir? Demək istəyir ki, əgər bir insan açıq şəkildə köməklik göstərirsə, bu təşviqdir. Bu təşviqdir, yaxşıdır, yaxşı haldır, bəyənilən haldır. Cəmiyyət də bunu görəcək. Onlar da bu məsələdə bir növ yaxşılıqlar edəcəklər, göstərəcək. Bu bir növ mədəniyyətin formalaşmasına, belə deyək, zəmin yaradacaq. Cəmiyyət biz ictimai varlıqdır və həm də bizim fərdi tərəfimiz olduğu kimi ictimai tərəfimiz də var. Fərdi o məsələdir ki, biz Allahla öz aramızda bir məsələni edirik və bu məsələdə Allahla öz aramızda olan hesaba yükləyirik bir növ o etdiyimiz savabları, o hesabda qalır, fərdi olaraq bunu edirik. Amma bəzən məsələlərin ki, biz həm də ictimai varlığıq, biz həm də cəmiyyət içində olmalıyıq, biz həm də elədiyimiz əməllərlə cəmiyyətdə bir nümunəyə çevrilməliyik deyə İslam dini bunun cəmiyyət hissəsinə belə vurğu vurur. Deyir ki, aşkar versəniz yaxşıdır. Yəni bir mədəniyyət yaradır. Bir cəmiyyətdə bir növ bayaq qeyd elədiyim kimi təşviq yaradır. Cəmiyyət də artıq bu məsələdə sənin etdiyin əməllərdən nümunə götürərək onlar da bu əməli etməyə başlayır. Bir növ sənin etdiyin əməl sirayət edir başqa insanların bu işi əməl etmələrinə. Bu yaxşı kateqoriyasında dəyərləndirilir.
Amma davamında Bəqərə surəsinin 247-ci ayəsində davamında deyir ki, gizli etsəniz və yoxsullara çatdırsanız, etsəniz, bu daha xeyirlidir. Yəni, ən üstün məqamını gizlində olduğunu qeyd edir. Bu da əməlin riya ilə zədələnməməsi üçün Allahın göstərişidir ki, müəyyən bir şeylərlə zədələnməsin. Onun üçün biz məsumlarda görmüşük ki, hətta məsumlar öz səhabələrinin yanında belə yoxsula, belə deyək, sədəqəni veriblər. Bunu cəmiyyətdə də bir növ nümayiş elətdiriblər, amma riyasız nümayiş elətdiriblər. Onun nümunələrini də bizə təqdim ediblər. İndi mən bir-iki məqamında burada qeyd edeyim ki, hətta imamlarda İmam Sadiq və İmam Baqir əleyhissalamdan gələn rəvayətlərə baxdıqda biz görürük ki, sədəqə verdiyi zaman, yaxşılıq etdiyi zaman etdiyi insanın əlindən öpərmiş. Bunu da belə əsaslandırırlar ki, niyə görə Allah Rəsulu və yaxud imamlar niyə görə həmin o sədəqə verdiyindən öpərdi? O da Quran ayəsinə qayıdır ki, Tövbə surəsinin 104-cü ayəsində Allah Mütəal buyurur ki, məgər bilmirlər ki, Allah bəndələrindən tövbəni qəbul edir və sədəqəni birbaşa özü alır. Burada alıcı, sənin bu yaxşılığın ilk müştərisi sədəqə alandan çox, yəni o yoxsuldan qabaq Allahın özüdür. Allah özüdür həmin o sədəqəni alan. O yaxşılığın ilk ünü Allahın özüdür. Onun üçün onlar əlindən öpərdilər, sədəqə verdiyi şəxsin əlindən öpərdilər və onu nümayiş elətdirərdilər. Məsələn, əgər onu aşkarda eləməsə, bizə o hədis hansı yolla gəlib çıxa bilərdi ki, biz bilək ki, bunu hansı yolla sədəqəni verib. Sədəqəni hansı gizlində yoxsa aşkarda verib. Aşkarda verməyi elə hədisin mətnində də bizə məlum olur ki, məsumlar buna aşkarda verirdilər bəzən. Bu aşkarda verdikləri də bu mədəni, bu mətndən idi ki, onlar əsla və əsla ən saili təhsillər əksinə onun əlindən öpərdilər və ilkin sədəqənin alıcısının da Allah olduğunu qəbul edirdilər deyə bu mədəniyyəti formalaşdırmışdılar. Amma dediyim kimi, sədəqənin gizlində verilməsi isə məsumlardan başqa formada da bizə görünür. Görsənir ki, İmam Əli əleyhissalam və İmam Zeynul Abidindən xüsusən gələn rəvayətlərdə, yəni onlar barəsində gələn, onların həyatları barəsində oxuduqda biz görürük ki, İmam Əli əleyhissalam dünyasını dəyişmişdi və cəmiyyət də bundan xəbərsiz idi, amma belə deyək, Kufə əhlindən xeyli adamın içərisində bir nigaranlıq yaranmışdı ki, onlara gizlində bir şəxsin daim yan eləməsindən bir növ yaranmışdı ki, bir insan bizə daim qida gətirir, belə deyək, un gətirirdi kisələrlə, amma hal-hazırda yoxdur bizə yardım eləyən. Və bundan hiss eləmişdilər ki, bir əzizləri dünyasına dəyişib. Amma bilmirdilər kim idi. Və yaxud İmam Zeynul Abidinin şəhadətə yetdikdən sonra kürəyində olan o izlər, kisə izləri şəhadət eləyirdi ki, bunlar gizlində nə qədər insanlara yardım edirmişlər. Və bunlar rəvayətlərdə də mövcuddur. Hər iki halda məsələni belə qeyd eləməyə, bəli, aşkarda versək mədəniyyət yaradır, bəli. Bəli, hər iki halda bəli, siz doğru vurğuladınız. Yəni, hər əslində müəyyən qədər lazımdır. Çünki bəzi məsələlərin təşviqi, cəmiyyətə çatdırılması, digər tərəf olmağa, həm də bir qarşı tərəfində qurulması da bura nəzərə alınmalıdır. Yəni, bəzən olur ki, yardım götürən insan özünün ictimailəşdirilməsini çox da bəyənmir, bundan utanır, utanc hissi duyur. Təbii ki, yəni insanlar arasında bu dəyişikliyi göstərir. Buna görə də hər iki halı nəzər almaq lazımdır. Amma bunların arasında çox bir dənə hədis əlavə eləmək istəyirəm. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, riya qara daşın üzərində gəzən qara qarışqa kimidir.
Yəni o dərəcədə incədir ki, yəni insan özü də bilmədən bəzən ixlaslı özünü zənn etdiyi halda riyaya düçar ola bilər. Mən inşallah ki, 4-cü sual səsləndirmək istəyirəm qardaşımıza. Köməkdə ilərməklə özünü göstərmək arasındakı sərhəd hardadır? Bəli. Köməkli göstərməklə özünü bir də sual, sesiniz qırılır Zeynalabdin qardaş. Sualınızı tam eşidə bilmirəm. Köməkdə ilham verməklə özünü göstərmək arasında sərhəd hardadır? Köməkli göstərməklə özünü göstərmək arasında sərhəd hardadır? Məsələ belədir ki, köməkli göstərmək Samir müəllim də qeyd elədiyi kimi çox gözəl. Yəni bizim dinimizdə buyurulur ki, insan gərək sədaqə əhli ola və sədaqə sahibi ola. Hətta Quranda belə bir ayə var. Allah Mütəala buyurur ki: "Cəə bil həsənə fəəşərə lehu əmsaliha." Kim Allah yolunda bir yaxşılıq edərsə, Allah ona 10 qat əvəzin qaytarar. 10 qat əvəzin verər. Yəni belə deyək, məsələ burasındadır ki, insan köməklik etməlidir, yaxşılıq etməlidir. Amma bəzi köməkliklər var ki, bu qurbətən ilallah olmalıdır. Yəni təbii ki, burada ixlas olmalıdır. İxlas əməl sayılmaz. İnsanın ilk növbədə əməllərinin qəbulu üçün mütləqdir ki, ixlas ola. Yəni qurbətən ilallah. Amma özünü göstərirsə, insan bəli, özün göstərməyə hər zaman fitrətdə yaranan bir məsələdir. Məsələn, belə deyək də, bu günləri sosial şəbəkə bunlara bir bariz nümunədir. Məsələn, insan özünü bir də görürsən, bir yaxşılıq eləyər, tutalım ki, özünü nümayiş etdirər və yaxud da məsələn, bir xeyir iş görər, istəyər ki, onun başqaları da görür və yaxud bunun cəmiyyətin bilməsini istəyər və s. və ilaxır. Yəni, işlərini bəzən insan riyakarcasına görər. Yəni, bəzən özünün də xəbəri olmadan eləyər və yaxud ibadətlərində həmçinin olsun. Bu günlərlə ola bilər, həftələrlə ola bilər, aylarla, bəzən də illərlə bu sürə bilər ki, insan bəzən görürsən ki, özünü göstərər. Amma bəzən belə insan olduğu kimi yox, bəzən insan özünü olduğu kimi yox, göstərmək istədiyi kimi yaşayır. Yəni, məsələn, belə deyək də, özünü görmək, hansı şəkildə görmək istəyirsə, o şəkildə yaşayır. Nəinki olduğu kimi. Ona görə də əvvəlcə də riyanın, məsələn, tərkibində nə var? Riyanın biz baxsaq, riyanın kökünə biz baxsaq, orada məth var, tərif var, mükafat var. Mən bayaq da, məsələn, sosial şəbəkələrdə bir misal dedim. İnsan sosial şəbəkələrdə görürsən ki, öz işini reklam eləyər və yaxud göstərər. Nə üçün? Like üçün, komment üçün, ondan sonra izlənmək üçün və s. və ilaxır. Amma İmam Səccad əleyhissalamın belə bir hədisi var. İmam Səccad buyurur ki, insanların tərifi ilə sevinən, tənəsi ilə narahat olan öz nəfsinin əsiridir. İnsanların tərifi ilə sevinən və tənəsi narahat olan öz nəfsinin əsiridir. Ona görə də insan hər zaman gərək əməllərini ixlasla görsün. Sədaqə verirsə, bəli, Allaha xatir verə, ondan sonra ibadət edirsə, Allaha xatir eləyə, ondan sonra hər bir şey, biz yenə edən məsumların həyatına baxsaq və Əhl-i Beytin həyatına biz baxsaq, görərik ki, məsələn, Əhl-i Beyt əleyhissalam olsun, Peyğəmbər olsun, hər bir işdə birinci növbəli Allahı nəzərə alıblar ki, və dəyərli Samir müəllim də qeyd etdi ki, hətta məsələn biz tarixə baxanda görürük ki, Əhl-i Beyt əleyhissalam sədaqə veriblər, gəliblər onlara ehtiyaclı halda müraciət ediblər. Məsələn, imam ehsan eləyib, sədaqə verib, elə bir tərzdə sədaqə verib ki, ehtiyacı olan şəxs üzün görməyib. Hətta qapını açıb, qapı arasından öz sədaqəsini verib ki, üz-üzə gəlməsinlər. Niyə? Sabahları həmən şəxslə üz-üzə gələr, o utanar, o çəkinər və s. və ilaxır. Yəni, hər bir işdə insan xalis, ixlaslı niyyət eləyərsə, nədir? Bu daha yaxşı Allah Teala qatında qəbul olunar. Və məsələn, hətta məsələn bizə Loğman əleyhissalamın da belə bir nəsihəti var oğluna. Loğman əleyhissalam öz oğluna tövsiyələrində buyurur ki, mən 2 cümləni ondan istəyirəm sizə xidmətinizə ərz edeyim. O 2 cümlədən biri budur ki, oğulcan, birinə yaxşılıq eləyəndə onu yaddan çıxart.
və biri sənə qarşı pislik eləyəndə onu yaddan çıxart. Çünki insan yaxşılığı ola bilər yadda saxlayarsan, nəzərində olar. Onu nə vaxtsa sən üzə çıxar, bəyan eləyərsən, o savab əldən gedər. Və sənə qarşı olan pisliyi də yaddan çıxart. Nə üçün? O pislik də qalar ürəyində, qəlbində, nə vaxtsa kinə, küdurətə çevrilər. Bu nöqteyi nəzərdən hər bir əməl, necə deyərlər, insan ixlasla görsə, Allah Taala qatında daha dəyərli olar. Və bundan da əlavə mən bir məsələni Həzrət Əli Əslamdan demək istəyirəm. Həzrət Əslam buyurur ki, insanın dəyəri içinin gözəlliyidir, çölünün yox. Həzrət Əli buyurur ki, insanın dəyəri onun zahiri gözəlliyi deyil, yəni xarici daxili gözəlliyidir. Nəticə budur ki, əziz dostlar, əziz aparıcı qardaşım, riya və özünü göstərmək hissini insan gərək gücləndir. Təvəkkülünü yalnız Allaha eləyə. Səmimiyyətini yalnız Allaha eləyə. Nəfsi böyüyür. İnsanın daxilində nəfslər var. Məsələn, belə deyək də, nəfs-i əmmarə var, günaha sövq eləyən nəfs, nəfs-i mütməinnə var, aram olunmuş nəfs, bir də nəfs-i ləvvamə var. Yəni, özünü qınayan nəfs. İnsan bəzən günah eləyir, bəzən bir addım atır, sonra peşman olur. O nəfs-i ləvvamədir. Özün qınayır. Mən nə üçün bu iş elədim? Mən nə üçün bu günah elədim? Bir də nəfs-i əmmarə var. Nəfs-i əmmarə isə insanı günaha sövq eləyən nəfsdir. İnsan istəyir ki, insan günah eləsin, insanı günaha sürükləsin və s. və ilaxır. Ona görə də insan riyakarlıqdan özünü qoruyar. Bəli, aydındır. Bəli. Allah sizdən razı olsun. Mən çox üzr istəyirəm. Bizdə biraz vaxt məhdudiyyəti olduğuna görə mən növbəti sualı səsləndirəm. Bu önəmli bir sualdır. Verdiyiniz dolğunca və dəqiq cavablardan dolayı Hacı minnətdarlığımızı bildiririk. Deməli, Hacı Sabir qardaşımız, növbəti sual səsləndirmək istəyirəm. Sosial şəbəkələr köməyi insanı, yəni daha insani edib, yoxsa nümayiş insanı belə deyim də daha ixlaslı mı edib, yoxsa nümayiş vasitəsinə mi çevirib sosial şəbəkələr? Sosial şəbəkələrdə biz getdikcə bu bəzən ardıcıl şəkildə, hərdə məsələn çox nümayişkarana şəkildə biz yardımların edildiyini görürük. Xeyli dərəcədə iştənası hallar mövcuddur. Bunun təqdirə layiq tərəfləri çoxdur həddindən artıq. Amma bir nüans çox önəmlidir. Bu yayğınlaşma bəzən müəyyən sərhədlərin qorunmasını təmin eləmir. Bu müəyyən sərhədlər nədən ibarətdir? Bir, insanın fərdi olaraq özü üçün vacibdir. Yəni, yardım edən şəxs və yardım olunan şəxs var. İki tərəf var. Yardım edən şəxsin özünün mənəvi keyfiyyəti baxımından biz bayaqları elədik ki, müəyyən sərhədləri qorumalıdır. Bu sərhədlər nədən ibarətdir? İlkin növbədə insan gözləməlidir ki, bu nümayişkaranə olma onu məşhurluğa və riyakarlığa sövq eləməsin. Yəni, məşhurluq və burada bir növ hədəf olmasın. Məşhurluq vasitəsilə insan yardım eləyə bilər. Məşhurluq vasitə ola bilər. Məşhurluq hədəfə çevrilməsin. Yəni, etdiyin yardımıyla məşhurlaşmağı hədəf götürməyəsən. Bu birinci məsələ. İkinci məsələ bundan ibarətdir ki, bu zaman bəzən məsələn, tərəflərdən biri, yardım olunan tərəf öz görüntülərinin sosial şəbəkədə paylaşılmasını istəmir. İstəyir ki, bu biraz gizli olsun, konfidensial olsun. İstəmir ki, cəmiyyətdə qabarıq şəkildə bu məsələn görünsün, öz abrının qorunmasını istəyir. Bu zaman gərək yardım eləyən bunu təmin eləsin. Bəzən görürsən ki, bəzən burada da insanlar müəyyən müxtəlif fikrə düşə bilirlər. Deyirlər ki, əgər yardım onun üzü göstərilmirsə, biz hardan bilək ki, bizim yardım etdiyimiz şəxs, yəni biz kampaniya qoşulmuşuq, biz də orada yardım eləmişik. Əgər o şəxsin üzü göstərilmirsə, bunun reallıqdan uzaq olduğunu düşünə bilirlər. Bu da mövcuddur. Bunun üçün bəzən o xeyirpərvər qardaşlar... Yəni, yardımlar oğurlanır, məsələn, bu cürünə.
Bəli, bəli. Onun üçün xeyriyyətçi qardaşların bu məsələdə təkidli şəkildə qarşı tərəfin üzünün göstərilməsinə çalışması hər zaman e, şəxsin abrını alması məqsədi ilə deyil. Sadəcə cəmiyyətə şəffaflığı bəzən göstərmə niyyəti ilə ola bilər ki, məsələn, cəmiyyət görsün ki, bizim apardığımız kampaniya nə qədər şəffafdır deyə bilərlər. Biz ona görə niyyəti sorğulayıb ilkin baxışdan elə zahirən götürək ki, əgər qarşı tərəf göstərilirsə, bu onun abrının aparılmasına xidmət eləyir. Nəticə etibarı ilə ola bilər ki, o tərəflərin məsələn müəyyən qədiyyətinə toxunsun. Amma bəzən biz tanıdığımız elə xeyriyyətçi qardaşlar da var ki, inandırım sizi elə əksər hallarda niyyətləri şəffaflığın qorunması olur ki, biz bunu cəmiyyətə göstərək ki, burada heç bir yoxdur, heç bir artıq art niyyətlər yoxdur, kənar niyyətlər yoxdur, bunlar var. Amma sənin məsələnin fərdi mənəvi, yəni səninlə Allahın arasında məsələsinin, o niyyət məsələsinin qorunması da önəmlidir və maksimum dərəcədə tərəfdə abrının qorunması önəmlidir. Biz bu baxımdan bir məsələni qeyd eləməliyik ki, məsələn, zəkat kimi paylaşılan, məsələn, bu da yaxşılığın bir növüdür də. Məsələn, sədəqələrin əksər baxımından bəzən zəkatlar verilir, insanlar öz fitrətlərini paylayırlar, yaxud məsələn, zəkatdan olan, deyək ki, vəsait yardım kimi göndərirlər. Hədislərdə biz zəkatın daha çox ictimai formada, yəni nümayişkaranə şəkildə verilməsini görürük ki, məhsullar buna təkid ediblər ki, bu insanlar içərisində bir ictimai hal alsın deyə verilməlidir. Yəni zəkatın gizli verilməsi daha çox, yəni gizli verilməməsi daha çox təkid olunub, aşkar verilməsi təkid olunub. Qeyd ediblər ki, bu məsələdə diqqətli olun və yenə deyirəm, sosial mediada bu məsələdə diqqətli olmalıdır ki, qarşı tərəfin abrı və heysiyyəti maksimum dərəcədə qorunsun, amma yenə də insanlarda da bir kənar niyyətlər olmasın ki, bu başqa bir məqsədlərə qulluq edir. Mən minnətdaram verdiyiniz cavablardan dolayı. Allah sizdən razı olsun. Bizim artıq təxminən 4 dəqiqə, 5 dəqiqə vaxtımız qalıb. Onun üçün bu iki sualı səsləndirəcəm. İndi səsləndirəcəm sualı Hacı Ziyad qardaşımıza verirəm. Sonuncu iki layihəçimiz, yəni sizlər bu suallara qısa da olsa cavab verərsiniz inşallah. Deməli, sual bundan ibarətdir. Təşəkkür gözləmədən kömək etmək bugünkü cəmiyyətdə mümkündürmü? Hacı Ziyad qardaşımız, bu sual sizədir. Bəli, çox sağ olun Zeynalabdin qardaş. Təbii ki, mümkündür. Yəni, insan əgər həqiqətən də, mən qısa cavab verəcəm buna, Allaha xatir, yəni qurbətən ilallah bir işi yerinə yetirərsə və qarşılığında bu Allahı nəzərə alarsa ki, mən bunu Allaha xatir edirəm, bəli, mümkündür insan təşəkkür gözləmədən bir işi eləyə. Amma təşəkkür mənası budur ki, yəni çox sağ ol. İnsanda, yəni bir növ qarşı tərəfdə bir təşviq yaradar, bir həvəs yaradar. Bu nöqteyi nəzərdən hətta bizim dinimizdə də var ki, bəzən insan bir insana qarşı məhəbbəti olarsa, istəyi olarsa, onu daha yaxşı olar ki, hər halı ilə, hər anında dilə gətirməsin. Amma bəzən hədislərimizdə var ki, insan sevdiyi insana qarşı, məhəbbət etdiyi insana qarşı deyək ki, məsələn, öz məhəbbətin bir üzə verər. Bu yaxşılığa da aiddir. Yəni, bu o demək deyil ki, insan, məsələn, yaxşılıq eləyə, heç kim ona bir çox sağ ol deməyə, ona təşviq eləməyə, yox. Məsələn, bu halda ki, kənar insanlar, yəni o yaxşılıq olunan insanlar da bəzən gərək insana bir təşviq xarakteri ilə, bir çox sağ ol deyə, və yaxud onun xidmətində dayana ki, o insanda təşviqə. Amma ümumi mənbə etibarı ilə, yəni belə deyək də, ilkin etibarı ilə məna bundan ibarət ki, insan elədiyi istər ibadəti olsun, istər itaəti olsun, istər savab əməli olsun, istər yaxşılıq olsun. Burada əgər ixlas varsa, bunun qarşılığında ancaq nə gözləyə bilər? Allahdan mükafat gözləyə bilər.
qısa olaraq bu. Mən inşallah sonuncu sualda səsləndirim Allahın izni ilə. Hər iki bir dəqiqə çərçivəsində inşallah bir suala cavab verərsiniz deyə inşallah ümid edirik. Sizdən xahiş edirik ki, ehtiyac sahibinin abır hörmətini qorumaq qarşısında mənəvi borc nədir? Ehtiyac sahibinin abır hörmətini qorumaq qarşısında mənəvi borcumuz nədir? Hər bir müsəlmanın mənəvi borcu ondan ibarətdir ki, bəli, qarşı tərəfin abrını, heysiyyətini qorumalıdır. Çalışmalıdır ki, o edilən yardımlar zamanı ehtiyac sahibi, kömək olunan tərəf olunmasını ilkin növbədə. Çünki Qurani-Kərim belə buyurur: "Və əmmə sailə və təqhar." Heç vaxtı gələn dilənçini, saili təhqir etməyin. Əgər sən ona yardım edirsənsə, ilkin növbədə onun abrını, hörmətini saxlayacaqsan bu mənada. Hətta yardım etmirsənsə belə, məsələn, bəzən görürsən də biz cəmiyyət içərisində oluruq, hətta dilənçilər gəlir, hətta dilənçiliyə adət etmiş şəxslər belə gəlir. Dinimiz heç bir halda onların təhqir olmasına icazə verməyib. Heç bir halda. Mən bu bir mənalı şəkildə bunu qeyd eləmək istəyirəm. Biz maksimum tərəfdən insanların abrının və heysiyyətinin qorunmasına çalışmaq istərdim. Aydındır. Hardasa bir 30 saniyə hardasa bizim bu 30 saniyə ərzində Hacı Ziyad qardaşımızla bu sual barədə fikriniz. Bəli, çox gözəl Samir müəllimin sözlərinə dəstək olar. Mən də Quran ayə deyim. Əraf surəsi 31-ci ayədə Allah Mütəala buyurur ki, hər işdə ölçülük və nəzakətlə davranın. Hər işdə ölçülük və nəzakətlə davranın. Ümumiyyətlə, abır məsələsi bizim dinimizdə mütləq məsələlərdəndir. Hətta mən bir hədisdə rastıma çıxmışdı, oxumuşdum. Buyururlar ki, bir insan başqa bir insanın əgər abrını apararsa, dünyadan köçməmiş Allah həmən insanın abrını aparmamış, onu dünyadan aparmaz. Bəli, aydın. Yəni belə. Allah razı olsun dəyərli ilahi qardaşlar. Dinimizdə bu qorunmalıdır, yəni mütləq. Allah hər birinizi tamamlamaq artıq verişi etmək üzrə. Allah sizlərdən razı olsun. Minimizi bildiririk. Allah sizləri var etsin. İnşallah xidmətçilərindən olaqdır. Allah sizi qorusun. Bəli, dəyərlilərimiz, sadəcə bunu deyib yekunlaşdırırıq. Hər bir işimizdə, hər bir əməlimizdə Allah sizlərə və bizlərə ixlas olmaq eləsin. Elhamdülillah Rabbil alemin. Allahümme salli ala Muhammed və ali Muhammed.